Bu dərsimizdə biz sınaq 33-cü suallarına baxacağıq inşallah. Həmən birinci sualdan başlayaq. Atropatena dövlətinə aid deyil. Paytaxtın Urmiya göl yaxınlığında olması aiddir. Araz çayından cənubda yaranması aiddir. Makedoniyalı İskəndərə qarşı mübarizə aparması aid deyil. Çünki biz bilirik ki, İskəndər öləndən sonra Atropat müstəqil dövlət yaradıb, yəni Atropatena dövlətinin əsasını qoyub. Ona görə də olmaz. Albaniya ilə eyni dövrdə mövcud olub. Çin və Hindistana gedən ticarət yolları Atropatena ərazisindən keçirdi. Ona görə bu da aiddir. Doğru cavab C-dir. İkinci suala baxırıq. Manna dövlətinə aiddir. Eradan əvvəl 1-ci millin ikinci yarısında yox, birinci yarısında yaranıb. Dövlətin adı şimalda yaşayan tayfa yox, cənubda yaşayan tayfadan götürülüb. İranzunun zamanında ölkə əraziləri işğala məruz qalaraq süqut etmişdi. Deməli, xeyr, ola bilməz. Çünki düzdür, İranzunun dövründə Mannanın bir ərazisinin bir hissəsi işğal altındaydı. Sonra onu azad elədi, amma təbii ki, onun dövründə süqut etməyib. Bu da olmaz. Eradan əvvəl 8-ci, 7-ci əsrlərdə mövcud olub, bəli. Manna eradan əvvəl bilirik ki, rəqəmlər böyükdən kiçiyə doğru gedir. Manna eradan əvvəl 9-cu əsrdə yarandığına görə 6-cı əsrdə də süqut eləyib. Deməli 9, 8, 7 və 6-cı əsrlərdə mövcud olub. Paytaxtı Van göl yaxınlığındaydı, xeyr, Urmiya göl yaxınlığındaydı. Cavab burada D-dir. Davam edirik. 3-cü sual qədim Albaniya dövlətinə aid deyil. Deməli, yerli pullardan istifadə edilməsi aiddir. Və burada nəzərə almalıyıq ki, bu qədim Albaniyaya aid olmalıdır. Orta əsr Albaniyasını götürmək olmaz. Yerli pullardan istifadə edilirdi. Parfiya eyni dövrdə mövcud olmuşdu. Cənubda Atropatena ilə həmsərhəd olmuşdu. İberiya ilə Xəzər dənizi arasında yerləşirdi. Paytaxt şəhəri Bərdə olması xeyr, aid deyil. Çünki bu orta əsrlərdədir, 5-ci əsr. 5-ci əsr artıq orta əsrlər sayılır. Ona görə də qədim Albaniya aid deyil. 4-cü suala gəlirik. Mis Tunc dəmir dövrünün heç birinə aid olmasın. Təbiətdə geniş yayılmışdı. Dəmir. Qədim insanların tanıdığı ilk metalı idi. Mis. Kəşfi nəticəsində əmək alətləri daha da təkmilləşdi. Hər üçü. Bu metaldan hazırlanan alətlər insan əməyini asanlaşdırdı. Hər üçünü aid etmək olar. Və doğru cavab D-dir. Heç birinə aid deyil. Çünki burada yazıb ki, ilk qələm və lövhə. Biz bilirik ki, ilk qələm və lövhə nədən hazırlanıb? Daşdan hazırlanıb. Ona görə də doğru cavab D-dir. 5-ci suala gəlirik. Qara Yusifdən fərqli olaraq Uzun Həsən. Yeni dövlətin əsasını hər ikisi yaradıb, qoyub. Təbrizi hər ikisi paytaxt seçib. Hər ikisi türk dilinin inkişafına diqqət yetirib. Azərbaycana vahid dövlətdə heç biri birləşdirməyib. Deməli, 15-ci əsrin ikinci yarısında hakimiyyətdə olub, təbii ki, Uzun Həsən. Çünki Qara Yusif bilirik ki, nə vaxt dünyasını dəyişib 1420-ci ildə. Bu artıq nə deməkdir? 15-ci əsrin birinci yarısı. Amma biz bilirik ki, Uzun Həsən ikinci yarısında hakimiyyətdə olub. Ona görə cavab C-dir. 6-cı suala baxırıq. Uyğunluq pozulmuşdur. Uyğunluq pozulmuşdur. Təbriz ilk dəfə paytaxt olmuşdur Əvvadilərin, düzdür. Ərdəbil 15-ci əsrlikdə idarə edir. Ərdəbili 15-ci əsrdə Səfəvilər dövləti idarə edə bilməz. Elə cavab burada B-dir. Digərlərində uyğunluq pozulmayıb. Doğru cümlələrdir. Doğru ifadələrdir. B yalnız burada pozulub burada uyğunluq. Bir daha deyirəm. Niyə? Çünki Səfəvilər dövləti 16-cı əsrdə yaranıb. Ona görə burada uyğunluq pozulub. 7-ci suala baxırıq. Ərəblərin hakimiyyət dövrü Azərbaycan tarixinə aiddir. Yəni 7-9-cu əsrlər. Amma Azərbaycan tarixi olmalıdır. Bərdənin Albaniyanın paytaxtına şəhərinə çevrilməsi 5-ci əsrdir. Olmaz. Azərbaycanın cənub torpaqlarında azadlıq hərəkatının başlaması. Bəli, bu Xürrəmlər və Babəkdən gedir burada söhbət. Burada doğru cavab B-dir. Afşinin ərəb xilafətinə başçılıq etməsi mümkün deyil. Afşin sadəcə bir sərkərdədir. Ərəb xilafətinə xəlifələr başçılıq edirdi. Afşin də xəlifə deyil, qətiyyən ola bilməz. Babəkin Xürrəmlərə qarşı ərəb ordusuna başçılıq etməsi. Bu da yanlış cümlədir.
Babək ilə Xürrəmlər ordusuna başçılıq edib. Arazdan cənubdakı torpaqlarda müstəqil dövlətin mövcud olması. Xeyr, biz bilirik ki, ərəblərin hakimiyyət dövründə cənubda artıq çoxdan dövlətimiz yox idi. Sadəcə şimalda var idi Albaniya dövləti, o da ərəblərdən asılı düşmüşdü. 8-ci suala baxırıq. Ağqoyunlu dövlətin zəifləməsinin səbəbləri. Uzun Həsənin ölümündən sonra varislər arasında çəkmələrin başlanması. Bəli. Biri budur, bir də deməli, Ərdəbil şeyxləri ilə müharibələrin aparılması. Bu ikisini götürmək olar. A cavabı. Səfəvilər dövləti təbii ki, ola bilməz hələ və Baharlıların hakimiyyət mübarizə aparılması. Çünki Ağqoyunlu Baharlı deyil, Bayandurludur. A cavabı doğru cavabdır. 9-cu suala gəlirik. 19-cu əsrin birinci yarısı Şimali Azərbaycan mədəniyyətinə aiddir. Deməli, Gülüstan İram əsərinin yazılması. Bəli, doğru cavab budur. Çünki onun müəllifi Bakıxanov 1846-cı ildə dünyasını dəyişib. Deməli, bu əsər 46-cı ilə qədər yazılıb. Bu birinci yarısı deməkdir. Cavab burada A-dır. Qaldı ki, burada Molla Nəsrəddin Əkinçi qəzeti, bunlar zaten ikinci yarısıdır. Naxçıvan İrəvanın ləğv edilməsi, Təbrizin tutulması, bunlar da zaten mədəniyyət deyil. Çünki biz burada mədəniyyətə fikir verməliyik. Həm birinci yarısı olmalıdır, həm də mədəniyyət olmalıdır. Ona görə bunlar da doğru cavab ola bilməz. 10-cu suala gəlirik. Şirvanşahlar dövlətinin mövcud olduğu dövrə uyğun gələn hadisələri müəyyən edin. Neçə hadisə verilib daha doğrusu. Slavyanlar Bərdə hücum edib 10-cu əsrdə. Biri bu. Azərbaycan dili ünsiyyət dilinə çevrilib. Bu da olur 11-12-ci əsr. Bu da götürülür. Azərbaycan qədim Dərbəndin inşa edilməsi, bu bilirik ki, ərəblərin gəlişindən əvvəl Albaniyanın dövründə artıq Dərbənd var idi. Yəni ona görə də bunu çıxırıq. Bu Şirvanşahlardan əvvəl olub. Eyni zamanda Dərbəndin ərəb xilafətinin tərkibinə düşməsi də Şirvanşahlardan əvvəldir və Təbrizin paytaxta çevrilməsi Rəvvadilərin, bu da 10-cu əsrdir. Dolayısıyla burada 3 dənə cavab Şirvanşahların mövcud olduğu dövrə uyğun gəlir. Biz burada ona görə A-nı götürməliyik. 11-ci suala gəlirik. Eldəniz Arrana hakim təyin edilmədən əvvəl. Eldəniz Arrana hakim təyin edilib nə vaxt? 1136-cı ildə. Əvvəl Təbriz şəhəri Atabəylərin paytaxtına çevrilə bilməz. Çünki Atabəylərin ilk paytaxtı Naxçıvan olub və bu Arrana hakim təyin ediləndən sonra olub. Böyük Atabəy titulu götürmək, bu da bilirik ki, Arrana hakim təyin ediləndən sonra olub. Arslan Şahı Sultan taxtına çıxarıb. Sonra orada Böyük Atabəy titulu götürüb. Bunlar hamısı hakim olandan sonradır. Yəni 1136-dan sonradır. Şirvanşahların da hala salınması zaten sonraki hadisədir. Burada nə qalır doğru cavab? B. Bəli. Bilirik ki, Eldəniz Arrana hakim təyin edilmədən əvvəl Şahzadə sayılan Arslan Şahın, Səlcuq Şahzadəsi olan Arslan Şahın Atabəyi təyin edilib. Ona görə də biz orada deyirik ki, Atabəy Eldəniz Arrana hakim təyin edildi. Deməli, hakim təyin edilmədən əvvəl o Atabəy təyin edilib. Yəni 1136-dan əvvəl Atabəy təyin edilib artıq. Cavab burada B olur. 12-ci suala gəlirik. Xəritə sualı. Albaniya dövlətin paytaxt şəhərlərini müəyyən edin. Bilirik ki, 2 paytaxt olub. Biri Qəbələ, qədim paytaxtı. Daha sonra orta əsrdə də Bərdəyə köçürülüb. 1-4, yəni Y cavabı doğru cavabdır. 5 Şamaxıdır, 3 Şəkidir, 2 də Gəncədir. Bir daha təkrar üçün bunları deyirəm. Baxırıq 13-cü suala. Hadisələrdən neçəsi Çar Rusiyası mövcud olduğu dövrdə baş vermişdi? Bizim kitabımızda Çar Rusiyasının adı ilk dəfə 18-ci əsrdə çəkilir və 18-ci əsrdən 19-da da olub. 20-ci əsrdə isə 1917-ci ilə qədər adı keçir Çar Rusiyasının. Elə eləməli ki, bu dövrə uyğun gəlsin deməli hadisələr. Bakı Sovetinin təşkil edilməsi bilirik ki, Çar hökuməti devriləndən sonra olub, ona görə olmaz. Birinci Dünya müharibəsinin başlanması ola bilər, çünki 1914-cü ildir və Çar Rusiyası orada iştirak eləyib. Xalqımıza qarşı soyqırım siyasətinin həyata keçirilməsi 1918-ci ildir, bu da olmaz.
Artıq Çar Rusiyası 17-də süqut eləyib. Ermənilərin Rus-Qacar müqaviləsinə əsasən tarixi Azərbaycan torpaqlarına köçürülməyə başlanması, biz bilirik ki, bu 1828 Türkmənçaydan sonradır. Dolayısıyla 19-cu əsr bunu da götürməliyik. Və Naxçıvan İrəvan xanlıqlarının işğalı da zaten 1827-ci ildir. Bunu da götürürük. Deməli, burada 3 dənə doğru cavab var. 3 hadisə baş verib. Ona görə A cavabını götürürük. Bəli, kontrol eləyək bir daha. Bəli, o deməli 2-ci, 4-cü, 5-ci hadisələr. Davam edirik. 14-cü suala gəlirik. Qarabağ xanlığına fərqli olaraq İrəvan xanlığı. Burada bayaq da qrupda yazdım mən, qeyd elədim ki, burada mənim gözümdən qaçıb. Burada əslində 2 dənə doğru cavab var. Yox, bu o sual deyil, üzr istəyirəm. Bu başqa sualdır. Burada fərq istəyir. İrəvan xanlığı Qarabağdan fərqli olaraq. Deməli, biz İrəvan xanlığına aid götürməliyik ki, Qarabağdan fərqli olsun. 18-ci əsrin ikinci yarısında mövcud olub ikisi də. Vahid dövlətdə birləşdirib heç biri. 19-cu əsrdə Çar Rusiyasının işğalına məruz qalıb hər ikisi. Osmanlı dövləti ilə həmsərhəd olmuşdu. Bəli, İrəvan olub, Qarabağ olmayıb. Kürəkən müqaviləsini isə tam tərsinə Qarabağ imzalayıb. Doğru cavab burada D-dir. 15-ci suala baxırıq. 19-cu əsr Şimali Azərbaycan tarixinə xarakterikdir. Deməli, 19-cu əsr olmalıdır və Şimali Azərbaycan olmalıdır. Güclü vahid dövlət yoxdur. Müstəmləkə rejimi mövcud olması, bəli, müstəmləkə rejimi mövcud olmasını götürməliyik. Musiqili komediyalar bilirik ki, 20-ci əsrin əvvəllərindən Üzeyir Hacıbəyli mövzusundan bilirik, yaranıb, olmaz. Ərdəbilin tutulması bu Şimali Azərbaycan deyil. Çünki bu nədir? Bu Cənubi Azərbaycandır. Və Sovet Rusiyasının hücumuna məruz qalmaq, bu da 20-ci əsrdir. Ona görə cavab B-dir. 16-cı sual Azərbaycan 11-ci əsr tarixinə aiddir. İntibah mədəniyyət dövrünün başa çatması xeyr. İntibah dövrü 11-12-ci əsr zaten intibah dövrüdür. Hətta 12-ci əsrdə intibah dövrüdür. Qızıl Arslan Sultan titulu götürülməsi 12-ci əsrdir. Möminə Xatun türbəsi 12-ci əsrdir. Bərdə Slavyanlar tərəfindən qarət olunması 10-cu əsrdir. Şimal torpaqlarının bir hissəsi Şirvanşahların tərkibində olması təbii ki, bu 11-ci əsr hadisəsi kimi götürülə bilər. Doğru cavab D-dir. 17-ci sual Azərbaycan SSR dövründə baş verməmişdir. Yəni, elə hadisə götürməliyik ki, Azərbaycan SSR dövründə olmasın. Üzeyir Hacıbəylinin 100 illik yubileyi 1885 anadan olubsa, 100 il üstünə gəlirsiniz. Bu nə eləyir? Bu eləyir 1985. Deməli, bu Azərbaycan SSR dövrüdür. Olmaz. Meydan hərəkatı 1988-də başlayıb. Bu da olmaz. Yalama döyüşü 1920-ci il aprel ayında olub və bilirik ki, yalama döyüşündən sonra Bakıya yaxınlaşıb 11-ci ordu və yalama döyüşü zamanı Azərbaycan SSR yox idi. Yalama döyüşü doğru cavabdır. Yalama döyüşü hansı dövlətimizə aiddir? AXC-yə aiddir, Xalq Cümhuriyyətinə aiddir. Ona görə doğru cavab C-dir. Azov mağarasında qazın tikləri 60-cı illərdir zaten. O da aiddir. Mingəçevir su elektrik stansiyası 40-cı illərdə. O da Azərbaycan SSR-yə aiddir. 18-ci suala baxırıq. Uyğunluq gözlənilmişdir. Xalq Cümhuriyyəti parlamentin sədri Rəsulzadə deyil, Topçubaşovdur. Bakıda dünyəvi məktəb açmışdı. Açmaq istəmişdi. Bakıxanov, səhvdir. Gürcüstanda yerləşən Qori müəllimlər seminariyasından təhsil almışdı Üzeyir Hacıbəyli. Bu düzdür. Burada problem yoxdur. Şamaxı rəsədxanasının yaradılmasından təşəbbüs göstərmişdi. Yəni, doğru cavab C-dir. Digərlərinə də baxaq. Bu niyə səhvdir? Çünki Şamaxı yox, Marağa rəsədxanasına təşəbbüs göstərib Nəsrəddin Tusi. Şamaxı rəsədxanası müasir dövrdə 20-ci əsrdə inşa edilib. Amma Nəsrəddin Tusinin təşəbbüs göstərdiyi 13-cü əsrdəki rəsədxana isə Marağa rəsədxanasıdır. Qarışdırmayaq. Sadəcə Şamaxı rəsədxanası Tusinin adını daşıyır. Bunu bilməyiniz kifayət edir. Birinci Dünya müharibəsində iki dəfə Sovet İttifaqı qəhrəman adına layiq görmüşdü. Həzaslanov
Bu da yanlışdır. Niyə? Çünki 1-ci Dünya yox, 2-ci Dünya müharibəsində iştirak edib Əzaslanov və doğru cavab C-dir. Bəli, bu suala gəldiyində çıxdıq. İrəvan xanlığı ilə Gəncə xanlığına aid oxşar cəhət. Dediyim kimi burada 2 doğru cavab var. Hər ikisi həm Araz çayından şimalda yaranıb, həm də hər ikisi Çar Rusiyasına qarşı mübarizə aparıb. 2 dənə doğru cavab var. Ona görə də bu 2 cavabı kim seçibsə, onda hər ikisini də biz doğru götürəcəyik inşallah. Digərləri yanlışdır. Çünki Osmanlı ilə həmsərhədli yalnız İrəvan, Türkmənçay müqaviləsi ilə Rusiya sarayından düşüb İrəvan, Gəncə Gülüstandan düşüb. 1-ci Rus-Qacar müharibə ərəfəsində işğala məruz qalan Gəncədir. İrəvana aidiyyəti yoxdur. 20-ci sual daha sonra olmuşdu. İstiqlal bəyannaməsi imzalanması 1918. Bakı Sovetinin Bakı şəhər nəzarəti ələ alması. Artıq biz Mart soyqırımından əvvəl görürük ki, Bakı Soveti Bakı nəzarət eləyir. Əslində 1917-də hakimiyyətə gəliblər, amma deyəlim ki, bu da qoy olsun 1918. Biz deməli burada məntiqdən istifadə edəcəyik. Bakının bolşevik daşnaq qüvvələrindən təmizlənməsi, bu 1918 yenə sentyabrın 15-i. Üstürəngli bayraq yenə 1918, bu dəfə noyabr, bu isə sentyabrdır Bakının azad edilməsi. Azərbaycanda Mart soyqırımında zaten 1918 yenə Mart ayı. Fikir versiniz, bütün hadisələr 18-ci ildə, amma bu bizi çaşdırmasın. Ola bilər belə şey. Biz burada aya görə müəyyən edəcəyik və müəyyən olunacaq ki, burada sonuncu hadisə noyabrda baş verən hadisədir. Yəni üç rəngli bayraq məsələsi. Növbəti sualımıza keçirik. 21-ci sual. Deməli, Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu dövrə aid deyil. Yəni ki, Cümhuriyyətdən əvvəl və ya sonra olmalıdır. Həmən gözümüzə burada soyqırım sataşır. Sataşmalıdır daha doğrusu. A cavabı. Bəli, biz bilirik ki, soyqırım Mart ayında baş verib. Cümhuriyyət mayda yaranıb. Ona görə də soyqırım Cümhuriyyətdən əvvəl olub. Digər hadisələr Cümhuriyyət dövründə olub. Oxumağa ehtiyac yoxdur. Gəldik açıq suallarımıza. 22-ci sual. Xalq Cümhuriyyətinin 19-cu illərə aid hadisələr müəyyən edin. Əsgəran döyüşü 1920-ci ildir. 19-cu il istəyir bizdən daha doğrusu. Bakı Dövlət Universitetini götürürük. Bəli, 1919. İlk hökumətin təşkil edilməsi, bu da 18-dir. Azərbaycan marşını götürürük. Üzeyir Hacıbəylinin yazdığı, sonradan bizim himnimiz olan. Deməli, bu əsər 19-cu ildə yazılıb. 2-4. Saziş Osmanlı ilə, bu da 18-dir. Deməli, doğru cavab 2 və 4-dür. Gəldi 23-cü suala. Orta əsrlərdə Azərbaycanın şimal torpaqlarında inşa edilən müdafiə tikililəri. Biz burada uşaqlar 3 şeyə fikir verməli və bu sual çox mürəkkəb sualdır. Diqqətlə qulaq asırsınız. Baxın, görürsünüz, orta əsrlərdə olmalıdır, şimalda olmalıdır və müdafiə olmalıdır. Müdafiə tikilisi olmalıdır, yəni qala olmalıdır. Məsələn, türbəni ona görə götürmək olmaz. Niyə olmaz? Çünki türbə müdafiə üçün deyil. Məzar üzərində inşa edilmiş bir abidədir. Ölmüş insanın, belə deyək. Baxırıq deməli. Birinci gəlin müəyyən edək ki, burada şimalda olanlar hansılardır? Bilirik ki, Gülüstan şimaldadır, Şamaxıdadır. Yusif Yüksəyir şimaldadır. Qız qalası şimaldadır. Şahbulaq qalası şimaldadır. Bəz qalası zaten cənubdadır. Ərk qalası Təbrizdədir, cənubdadır. Bu ikisini avtomatik çıxırıq. Nəyə görə? Şimala görə. İndi orta əsrdə qala olduğuna görə Yusif ibn Yüksəyir də çıxırıq. Nə olsun ki, Naxçıvandadır, şimaldadır. Bunu da çıxırıq, çünki qala deyil. Qaldıq 4 variant arasında. Gülüstan, Qız qalası və Şahbulaq qalası. Burada da artıq biz orta əsrə fikir verməliyik. Avtomatik Şahbulaq qalasını çıxırıq, çünki yeni dövr, xanlıqlar dövrüdür. Qaldı burada 2 doğru cavabımız. Bəli, burada cavab 1 və 4-dür. 24-cü suala gəlirik. 12-ci əsr Azərbaycan mədəniyyətinə aid olanları seçin. Yenə 2 şeyə burada diqqət eləməliyik. 12-ci əsr olmalıdır və mədəniyyətə aid olmalıdır. Şirvanşahlar dövləti asılı hala salındı.
Bunun qətiyyən mədəniyyətə aidiyyəti yoxdur. Bu siyasi bir məsələdir. İntibah mədəniyyəti öz zirvəsinə çatdı. Bəli. Biri budur doğru cavab. Eldənzilər dövründə intibah mədəniyyəti zirvəyə çatdı. Vahid dövlətin yaranması nəticəsində yad el hücumuna qarşı mübarizə salınmışdı. Bu da doğrudur. Söhbət eldənzilərin yaranmasından gedir. Naxçıvan, bu da yanlışdır, estağfurullah. Görürsünüz, mən də aldandım. Burada niyə yanlışdır? Çünki bu da siyasi məsələdir. Bu vahid dövlətin və hücumlara qarşı mübarizə bu mədəniyyət deyil. Bu siyasi məsələdir. Naxçıvan şəhərində bir sıra memarlıq abidələrinin inşa edilməsi, bəli, ikinci cavab da budur. Memarlıq abidələri mədəniyyətdir. Möminə Xatun türbəsi, Yusuf Büngüseyir türbəsi və Atabəy Eldənzi Aranı hakim təyin edilib. Bəli, 12-ci əsrdə təyin edilib. Amma bunu da niyə götürmürük? Çünki mədəniyyət deyil. Burada doğru cavab olur. Ona görə 2 və 4. Nəhayət, 25-ci sual uyğunluğu müəyyən edin sualımıza gəlirik. 2 dövlət verilib. Sacıoğlu dövləti və Baharlı dövləti. Hərbi qələbələr nəticəsində meydana gəlib Baharlı dövləti. Baharlı, Bayandurlu, Səfəvilər dövləti. Üçü də bilirik ki, hərbi qələbələr nəticəsində meydana gəlib. Araz çayından şimalda heç biri yaranmayıb, ikisi də cənubda yaranıb. Böyük bir dövlətin parçalanması nəticəsində yaranıb Sacıoğlu dövləti. Burada nəzərdə tutulur xilafətin parçalanması nəticəsində yaranıb, bəli. Osmanlı dövlətinin hökmdarı 2-ci Mehmetlə danışıqlar aparıb Bayandurlu dövləti, dolayısıyla heç birinin aidiyyəti yoxdur. Ona görə də olur 1 olur C, 2 olur A. Beləliklə, əziz şagirdlər, bu video izahımızın da sonuna çatdıq. İnşallah növbəti video izahlarda görüşənə qədər salamat qalın, sağ olun.